İlahi, mən gecə namazı qılmağı bacarmadım, dərhal heç istəmədim. İlahi, mən bütün günahları tərk eləməyə gücüm çatmadı, dərhal heç istəmədim. İlahi, mən dilimə nəzarət eləyə bilmədim, dərhal heç istəmədim. Bacarmadığımın cavabı qiyamətdə istəmədimdir. Bunu sübut edəcəm. Bunu sübut edəcəm. Söhbət bu müstəvidə gedəcək. Sən baxacaqsan Ayətullah Behçət məndən fərqi şiddətli istəyirdi. Başqa bir fərqi yoxmuş, xeyr. Hər şey istəkdən sonra baş verir, yəni. Mesela o fərq var, o günah eləməyib, o falan. Amma əsas kök nədən qaynaqlanır bu istəkdən? O istəyirdi, sən istəmirdin. Bugün bunu alimlərlə də danışa bilərsiniz. Kimlə istəyirsiniz danışın. Din alimi və dünyəvi insanşünas